Ağlama Suzuki, ağlama. Söhbət Yaponiya millisinin qapıçısı Zayan Suzuki'dən gedir. Yaponiya millisində 3 Suzuki var idi. Onlardan yeganə Zayan Suzuki idi ki, Yapon görkəminə bənzəmirdi. Bəs Zayan Suzuki kim idi? Zayan Suzuki'nin atası Qanadan, anası Yaponiyadandı. Ata və ana iş və ya təhsil səbəbilə yaşadığı ABŞ-də tanış olub və ailə qurub. Atası onun adını Qüdsdə yerləşən Bibliyada adı keçən Zion dağına görə qoyub. Biz bu dağı daha çox Sion dağı kimi tanıyırıq. Günümüzdəki Sionizm siyasi terminləri məhz bu dağın adından formalaşıb. Gənc yaşlarında onun ailəsi Urawa şəhərinə köçüb və beləcə bu futbolcu Yaponiyada futbolun sirlərinə yiyələnib. 2023-cü ildə Belçikanın Saint-Truiden klubunda icarə əsasında oynadıqdan sonra 2024-cü ilin iyulunda məşhur Parmaya keçib və 5 illik müqavilə bağlayıb. Hidetoshi Nakata'dan sonra Parmaya keçən ikinci Yaponiyalı olub. Futbolçunu artıq Leeds heyətinə qatmaq istəyir. Leeds özünün rekord transfer qiymətini 13,9 milyon funtu ödəməyə hazırlaşır. Parma isə 30 milyon avro istəyir. Digər İngiltərə klubu Aston Villa da ona maraq göstərir. Onun 2025-ci ilin noyabrında atasının doğma ölkəsi Qanaya qarşı oynamaq imkanında olub. Lakin bu baş verməyib. Çünki Suzuki Milanla maçı sol əlində sınıqla başa vurduğundan Qanaya 2-0 qalib gəldikləri oyun üçün heyətə çağırılmayıb. Təəssüf ki, biz bu mundialda onu daha görməyəcəyik. 23 yaşlı qapıcı Braziliya maçda 4 qurtarışla yadda qalsa da 90+5-də Arsenalın futbolçusu Gabriel Martinellinin zərbəsinə mane ola bilmədi. Onun bu fotodakı baxışları isə hələ çox müzakirə olunacaq.